Sual belədir ki, mən zəkat və sədəqə ilə məşğulam. Bu haqda ətraflı bilmək istəyirəm. Zəkat və sədəqənin fərqi nədir? Zəkat pulla verilməlidir və zəkat, sədəqə kimlərə düşür və zəkatı da kimlər verə bilər? Gəlirləri nə qədər olmalıdır? Bu əslində bir neçə sualdır. Bunu qısa şəkildə inşallah çalışaraq cavablayaq. Birincisi, zəkatla sədəqənin fərqi odur ki, zəkat vacibdir və İslamın 5 şərtindən biridir. Və zəkatı vermək insanın üzərində namaz, oruç kimi, həccə getmək kimi vacibdir. Və bunu mülkündən çıxartmalısan və çıxartmasan, qiyamət günü buna görə hesabı var. Yəni, sən bunu çıxartmaq məcburiyyətindəsən. O da ildə bir dəfə çıxardılır. Əgər 85 qram qızılı və yaxud da 83 qram və yaxud 85 qram qızılı alası mülkün varsa, yəni ev, minik çıxmaq şərti ilə, yəni pulun, malın, mülkün varsa, bu 85 qram qızılı mülkün varsa, ən azı yəni ki, və ondan çox, artıq sən zəkatı çıxartmalısan. Zəkatın miqdarı da ildə bir dəfə, o da mülkün 2,5% çıxardır. Yəni, 1000 doların varsa, misal üçün 25 dolar çıxardırsan. Yəni, 2,5% çıxardılır. Sədəqəyə gəldikdə isə sədəqə insan Allah üçün, yəni ki, öz könlündən vacib olmadan keçdiyi üçün, savab üçün, Allahdan əcr gözləmək üçün verilən və yaxud da edilən yardımdır. Və sədəqədə tələb olunur mütləq ki, insan onu sir versin, heç kəs onu bilməsin, çünki riya toxuna bilər və batil ola bilər. Amma zəkatda gizləmək şərt deyil, çünki bu vacib olunan ibadətdir. Onu insan çıxardanda elan da eləyə bilər ki, mən zəkatı artıq çıxardıram. Qalıb pulla mı verilməlidir? Bəli, əsl odur ki, pulla verirsən. Çünki o zəkat verdiyin adam nəyə ehtiyacı var, onu almalıdır. Amma bunu şərt deyil. Əgər görsən ki, məsələn, bir adama pulu versən, o adam israf eləyəcək, amma produkta ehtiyacı var, sən ona produkt verə bilərsən. Ümumiyyətlə, zəkat verdiyin zaman baxırsan, hansı növ ehtiyacı varsa, onu verirsən. Və yaxud da pul verirsən, özü nə istəyir, onu alır. Önəmli olan onun yəni ki, qiyməti və yaxud da dəyəri zəkat əhlinə çatmalıdır. Kimlərə düşür deyəndə, Tövbə surəsinin 60-cı ayəsində Allah Azza və Cəllə 8 növ insanları orada qeyd etmişdir. Fağırlar, miskinlər, zəkatı toplayanlar, borcu olanlar, həmçinin yolda qalanlar və həmçinin əsir düşənlər, qul azad etmək yəni və s. kimi. Tövbə surəsinin 60-cı ayəsinə baxıb, oradakı 8 növ insanları yəni ki, tanıya bilərsən. Orada keçir ki, bu növ insanlara zəkat verilir. Zəkat da dediyimiz kimi kasıb insanlara verilir, adətən fağır insanlara verilir. Hasların ki, yəni ki, yeməyə, çörək almağa və qarınlarını doydurmağa ehtiyacları var. Zəkat verən adam mütləq mülk sahibi olmalıdır. Əlindəki mülk ən azı 85 qram qızılı alası qədər olmalıdır və daha çox. Və əgər insanda ticarət malları varsa və s. bunların hamısını pula vurur, hesablayır orta satış qiymətinə və o mülkünü hesabladıqdan sonra ildə bir dəfə gün təyin eləyir. Həmin günü o zəkatın 2,5%-ni və yaxud da mülkünün 2,5%-ni zəkat olaraq çıxardıb kasıblara paylanmalıdır. Və burada zəkat verən adam, bunun məsuliyyətini daşıyan adam, yəni ki, çox məsuliyyətli insan olmalıdır. Çünki bəzi insanlar var, fırıldaqlıq işlədə bilər, istifadə eləyə bilər, əli gətirir, qolu gətirir, işləyir, hər şey yerindədir, amma görür ki, zəkat toplamaqla, sədəqə toplamaqla yaşamaq rahatdır, bu yola əl atır. Belə insanlara sədəqə və yaxud belə insanlara zəkat verilmir ki, hətta kimlərəsə yük olmasın. Kimlər qazançdan acizdirlər, kimlərin imkanı yoxdur, başları sıxışıblar, adətən belə insanları seçmək lazımdır zəkat verərkən. İxlasla.com saytı tərəfindən təqdim olundu.